İnsan gərək dəstəmaz alanda şərtlərdən biri odur ki, dərisində suyu dərisinə çatmağa mane olan şeyləri neynəsin? Aradan qaldı. Yəni kraska kimi və s. belə şeylər əgər varsa, onu neynəsən? Aradan qaldırırsan. Yəni insan görsən ki, ustadır, kraska vurandır və s. Əgər bədənində, dəstəmaz üzvlərində dırnaq boyda yer, kiçik halqa şəklində yer, yəni əgər kraska bulaşıbsa neynəməlidir? Yumalıdır. Amma nöqtə boyda yer, yaxud da 2-3 nöqtə boyda yer, yəni eyib etməz. Belə kiçik şeylərin, kiçikdə nə var? Heç kimi yox. Əl-yəsir kəl-ədəm. Yəni az olan şey, olmayan şey kimidir. Yaxşı, sonra bu neçənci idi? 9-cu. 10-cu da odur ki, əgər o insan ki, onun biz bayaqlarını dedik ki, yəni xəstəliyi var. Bax, diqqət elə burada. O kəs ki, yəni daimi onun su yolundan nəsə ifrazat çıxır və yaxud ondan qaz çıxır. Yəni bu insanlar vaxt girəndən sonra dəstəmaz almalıdır. İqaməyə yaxın. Yəni iqaməyə yaxın. Yox, iqaməyə yaxın yox. Azan veriləndən sonra. Vaxt girəndən və yaxud da vaxt girilib amma azan verilməyib, heç də olmaz. Yəni vaxt girəndən sonra nə edir? Dəstəmaz alır. Və bu dəstəmazla o ikinci obisi namazı qıla bilməz fərz namazıdır. Yenə obisi namazın vaxtı gələn yenə təzədən eləməlidir? Dəstəmaz almalıdır.